Bu arada məsələn, sülh danışıqları, daha doğrusu sülh sazişinin mətni ilə bağlı danışıqlar yekunlaşdı. Həm Azərbaycandan, həm Ermənistanla bununla bağlı açıqlama var idi. Əksər ölkələr bunu alqışladı. Eyni zamanda Birləşmiş Ştatlar. Amma Birləşmiş Ştatlar özü də çox gözəl bilir ki, Azərbaycanın istəyi daimi sülhdür. Paşinyanla imzalanan sülh müqaviləsindən söhbət belə gedə bilməz. Bu tərəfdən də tez bir zamanda müqavilənin bağlanması üçün israr edirlər. Açıqlamalarda bunu daha çox deməyə çalışırlar. Onlara maraqlı deyil daimi sülh, yoxsa müvəqqəti sülh də Birləşmiş Ştatlar üçün keçərlidir? Öz maraqları bizim maraqlardan üstündür təbii ki. Onların bölgədə maraqları vardır və təbii ki, iki burada yanaşma var. Biri budur ki, Rusiyanın itirdiklərini yığmaq məsələsi var. Kim çox yığacaqdır və tez yığacaqdır. Türkiyə qüvvətləndikcə, bölgədə söz sahibi olduqca, Azərbaycan-Türkiyə tandemi Türk Dövlət Təşkilatının məhvərində olub bir Türk Dövlət Təşkilatı artıq ayaqda durduqca, ehtiyat edirlər ki, burada biraz da proseslər gedəndən sonra ola bilər ki, bunlar yuvanarlar və Rusiya itirdiklərini daha çox Türkiyə və Azərbaycan yığa bilər. Necə ki, bu Suriyada baş verdi və Trump da etiraf elədi ki, 1000 ildir türklərin düşündükləri baş verdi və artıq Türkiyə dövləti burada söz sahibidir. Oradakı idarə edənlər də artıq Türkiyə bağlıdırlar. Mən bunu bir misal olaraqdan təbii ki dedim. Biri budur məsələnin. İkinci bir tərəfdən bölgə kilit bölgədir təbii ki və əsasən də şər üçbucağını Rusiya, Çin və İranı parçalayan bir türk xətti var ortada. FAP-dan sonra Fransa, Almaniya, Polşa, Ukrayna xəttindən sonraki türk xətti faktiki olaraq İranı, Çini və Rusiyanı bufer zonada parçalayır və burada da Azərbaycanın və Türkiyənin çox ciddi şəkildə əhəmiyyət var. Siyasi mənada, həm də coğrafi mənada da bura bir boğazdır. Kim bu boğazı tutub çıxarsa, orada nəfəsini kəsər bölgəsində. Çalışırlar ki, burada da söz sahibi olsunlar. Çünki burada bunların bir çox layihələri var hətta keçiriləcək. Xüsusən İranla bağlı olaraq. İndi İranı hansı formada təsir eləmək istəyirlər, nə edəcəklər, başqa məsələdir. Amma hər halda İranla bağlı ciddi şəkildə bunların layihələri vardır. Rusiyanla bağlı təbii ki, ortada indi əvvəl kökə göstərdilər, indi kökə və kötək göstərdilər. Sabah təhcə kötək mi göstərəcəklər sualı vardı ortada. Yenə Azərbaycan və Türkiyə və bu bölgə çox əhəmiyyətlidir. Ona görə burada çalışırlar ki, indi siz deyirsiniz ki, niyə daimi sülh istəmirlər və müvəqqəti sülh də qane edir. Əslində səhv yurtdadılar və çalışırlar ki, daimi sülhə qədər də müvəqqəti bir sülh olsun. Əslində Azərbaycan tərəfdə sülhdən qaçmır. Amma bizim tələsən yerimiz də yoxdur. Çünki təkcə Ermənistan Respublikasının konstitusiyasındakı müddəalar deyil məsələ. 4-5 sənəd var ki, diaspora ilə bağlı sənəd var ki, iddialar vardır. Vətəndaşla bağlı sənədlər var ki, Ermənistanın qəbul etdiyi 2007-ci ildə deyərək ki, o tarixlərini indi dəqiq xatırlamıram. Orada məsələlər vardır. Başqa sənədlər də vardır ki, burada Ermənistan birməna şəkildə Azərbaycanın ərazisinə iddia edir, Azərbaycana müdaxilə edir, Azərbaycan vətəndaşları öz vətəndaşlıq, ikili vətəndaşlıq vermək məsələləri qaldırır. Bu sənədlər hamısı dəyişilməlidir. Ona görə biz istəyirik ki, bu məsələ bitsin. Hələ bu öz yerində. Deyək ki, bu hazır olan sənədçi sülh sazişi ki, deyirik. Onun preambulasından başqa 15 bənd razılaşdırılıb, qalan 2 bənd qalırdı. Onu da razılaşdırılan əsas deyirlər. Bu 17 bənd əslində Ermənistan-Azərbaycan münasibətlərini özündə ehtiva edən son sənəddə sayıla bilməz. Çünki hər müddəanın özünün açılımları vardır, özünün yanaşmaları vardır ki, bu qəti şəkildə təsrif olunmalıdır və həyata keçirilməlidir. Tutaq ki, məsələn, orada tərəflər beynəlxalq məhkəmələrə müraciətlərin geri götürmə əsası var. Hansı şərtlər daxil? Məsələn, Azərbaycan üçün bu sərf hərədirmi? O müddəa sırf elə bəsit şəkildə oturursun. Azərbaycan ərazilərinə 30 ildə vurulan zərər vardı və o vaxtki hesablamalara görə mən o vaxtları hörmətli Xamsun Kazımın rəhbərliyindən xatırlayıram ki, bir komissiya yaratmışdı cənab prezident. Parlamentdə çalışırdı komissiya. O vaxt hesablamaya görə 480 milyard manat yoxsa dollar civarında bizə zərərə vurmuşdular. Hələ biz onda daxil olub baxmamışdıq daxildə nə baş verir. Burada mənimsəlmiş mədənlər vardı, ekologiya vurmuş zərərlər vardı və s. və ilə var ki, üzərinə gəlib. Üstəlik də biz onlar bərpa edəndə də pul qoymalıyıq ora. O vəsaitdən də artıq pul qoymalıyıq. Bu nəcür olacaqdır? Yəni bir gəb zərər verib gedibsə, o nəcür olur? Məsələn, İran-İraq savaşından sonra, İraq-Küveyt savaşından sonra keçən ilə qədər İraqa təzminat ödətdirirdilər Küveytə görə. Ki, dağıtmırsan, sən bunları bərpa eləməlisən. Bizim bu məsələ nə olacaq? Üstəlik,
lap dövlətlər arasında bir sülh sazişi bağlandıqda vətəndaşların fərdi şəkildə qaldıracaqları iddialar vardı. Mülkün dağıdıbdır bunu. Maddi, mənəvi zərər dəyibdir buna. Mənəvi təzmin. Bunlar necə tənzimlənəcək? Xocalı soyqırımına bağlı Ermənistan tanıyacaqmı bunu? Kompensasiya eləyəcəkmi? Biz bugün, məsələn, Rusiya bizim təyyarəmizi vurubdur. Şərtlərdən biri kompensasiya, təzminat məsələsi xalqdan sonra. Ermənistan rəsmən üz istəyib. Bunu ödəyəcəkmi? Yəni bunlar artıq detallardır. Bunu siyanı kifayət qədər uzatmaq olar. Yəni əslində bu 17 bənd hələ tam olaraqdan hər şey özündə əhatə eləmir. Azərbaycan Ermənistan arasında xeyli məsələlər qalıbdır ki, bizim deyək ki, anklav kəndlərimizin taleyi var. Nə olacaqdır? Mən son durumda Ermənistan və Azərbaycan o deyək ki, Qazaxıstanda olan o bağlaşma var sazişə əsasən ya son 78-ci il xəritələrini istinad edəndə eləyirlərsə o aspektdən baxıram. Hələ o müstəvidən baxmıram ki, Azərbaycan SSR-yə daxil olanda ərazisi nə qədər idi, Zəngəzur nə vaxt verildi, Zəngəzur Mehri hissəsi 29-cu ildə verildi, yəni heç o 20-ci illərdə də verildi. Bunun taleyi nə olacaqdır və yaxud da... Daha təzə tarixdir deyirsiniz. Bəli, Paşinyan məsəl üçün dünən bir ifadə işlədir, deyir ki, o sülh sazişi ilə bağlı olaraq ki, biz Qarabağ bizim iddiamız yoxdur, insandan sonra qayıtmaq məsələsindən bağlı bir çağırışımız yoxdur və amma işarə edir ki, Qərbi Azərbaycan terminini Azərbaycan işlədən də bu məsələdə bəzi şeyləri nəzər almalıdır. Amma onlar fərqli-fərqli məsələlərdir. Qarabağa ermənilər köçürülmüşdür son 200 il ərzində. Azərbaycan isə aborigen xalqdır və oradan qovulubdur. Reinteqrasiya, repartasiya məsələləri ilə bağlı olaraq danışıq olmalıdır. Bizim əhalimizin ora qayıtmasından bağlıdır. Yəni, bütün bunları nəzərə alaraq demək mümkündür ki, biz ola bilər ki, ilkin saziş bağlı, o sülh sazişi sayıla bilməz. Deyək ki, sülhə doğru, baza sazişi mi? Buna çərçivə sazişi deyirlər. Çərçivə sazişi mi? Belə ki, o məqamda bizim Amerikanın istəklərimiz də üstə düşə bilər. O təcili bir saziş bağlansın demək, Rusiyanın biz üstü formatda bir iş görəkdən daha normaldır. Çünki son vaxtlar yenə başlayıb. Bir balaca Ukraynada başlar açıldı, başlayıb yenə üç tərəfli danışıqlara mane olur. Qərb, üç tərəfli saziş. Biz üçümüz hara gedirik, bir məşhur anekdot var. Təbrizdə biri-birini vuranda, ikisini polis aparanda o bıçaq vuranı yaxşı belə qarşılayırmışsa, bir də gəlib ki, polisin qucağına ki, biz üçümüzü hara aparırsan? Deyir ki, mən səni aparmıram. İstiradı çıxsın da. Rusiya biz üçümüzü aparırıq deyənə oxşuyur. Sənə nə adət var bu? Rusiya Zəngəzur məsələsinə toxundu Arzuman bəy. Deməli, Rusiya tərəfi dünən açıqlama verdi Zakharovanın timsalında. Qeyd elədi ki, üç tərəfli bir razılaşma var 2020-ci ilin noyabrında və orada Ermənistanın üzərinə götürdüyü öhdəliklər var. Əgər Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın mövqeyi dəyişibsə, bunu açıq-aşkar desin və elan eləsin. Bu açıqlamanın özü də bizim diqqətimizi çəkdi. Niyə yenidən Rusiya tərəfi bu Zəngəzur mövzusunu daha doğrusu diqqət mərkəzinə gətirməyə çalışır? Nəsə baş verir bu ətrafda? Əvvəla mən onu deyim ki, baxın, indi bizim ərazilərlə danışanda yenə Almatı konvensiyasından falan müqaviləsinə baxırıq. Putin bir dəfə Ukrayna ilə bağlı bir fikir söylədi. Dedi ki, Krım sonradan verilibdir Ukrayna, Rus ərazisi olubdur və hansı dövlət SSR-yə, hansı ərazidən daxil olubsa ondan çıxmalıdır. Onun dilindən tutmaq lazımdır bunu. Yəni bir yerə hətta könüllü yox, qatılmışsansa, çıxırsan, sən öz ərazidən çıxmalısan, mən niyə öz ərazimdən çıxmalı deyiləm? Və bizim işğal olunma faktımız, faktdır, bu işğal olunubdur. Biz müstəqil aktını hazırlayanda da mən də indi talibə düşüb orada o istiqlalçı deputat olaraqdan o prosesdə iştirak eləmişəm, özüm də layihə təkmil eləmişdim. Biz işğal olunmuşuq, biz könüllü daxil olmamışıq bu ittifaqa. Daxil olanda bizim ərazimiz olubdur. Biz çıxanda o ərazi ilə çıxmalıyıq da, doğru mu? Üstəlik də biz hələ könüllü daxil olmamışıq, biz işğal ediblər orada. Bu məsələ çox ciddi şəkildə konvensiya var onunla bağlı, işğal olunmuş ərazini. Mən buna niyə xüsusilə toxunmaq istəyirəm? İşğal olunmuşsa, 1975-ci il Helsinki konvensiyasında bir müddəa var ki, işğala məruz qalan dövlətlər, onu işğal edən dövlətlərin təhdidlərini daşımırlar. Biz onların təhdidlərini daşımırıq. Sonra sən mənim ərazimi zorla vermirsən birisinə, Mehri olsun, ya indi bayaq Arsan bəy dedi, o 4 dənə kəndimiz anklav niyə yaranıb, ətrafları hissə torpaqları təsərrüfat məqsədli güya satıb onu anklav edirlər. Onları vermişsiniz. Naxçıvanın xeyli hissəsi ərazilər verildi və s. və ilə axır. Yəni, bütün bunlarla bağlı olaraqdan biz müddəaları ortaya qoymalıyıq ki, budur məsələ. Yəni, söhbət bundan gedir. İndi siz deyirsiniz ki, bu Rusiyanın bu məsələyə qarışması
Rusiya gərək əvvələ məsələ bu cür qoyur. Bu bir. İkinci, o heç vaxt öz imzasını hörmət eləməyibdir. Sən 20-ci ildə imza qoymuşdun, sonra sənin zamanın var idi və orada koridorun məsələn təmin edə bilərdi ki, açılsın artıq Azərbaycan arasında olan bu yol açılsın. Üstəlik həm də bu yol özü, dəmir yol, Azərbaycanın əmlakıdır ora. O yol keçən hissə və bir neçə kilometr zolaq olaraq Azərbaycan əmlakıdır. Orada həmişə, mən Ordubad olmayanda, Mehridə falan yerdə satılanda biletlər, Azərbaycan dəmir yollarının biletləri satılırdı. Mehridə ya başqa yerlərdə satılanda. Ora bizim əmlakımızdır. İndi borc olaraqdan Rusiya Ermənistan borcludur. Dəmir yolun verib onun istifadəsinə. Sən mənim əmlakımı qaytarmalısan, ya pulunu ödəməlisən, ya da buna deməlisən ki, sən qaytar. Buna da toxunmalıdır. İradlarımı bildirirəm. Bunlar Rusiya neynədi amma? Rusiya bilərəkdən Zəngəzur məsələsini bir aradan, hələ Ukrayna məsələsini falan olmazdan yubadırdı ki, bilərəkdən yubadırdı ki, bəlkə prosesləri geri çevirsin. Açığı bizə tələ qururdular onlar. Heç nədə Qarabağdan çıxmaq istəkləri də yox idilər. Onlar Rusiya açıq şəkildə deyirdi ki, orada olan ermənilərin iki vətəndaşlığı var. Ya Qarabağ və Rusiya vətəndaşlarıdır və biz bu məsələ biz baxmalıyıq. Gəlmişlər orada heykəl gördülər falan yerdə iddiaları vardı onların açığı və niyə Zəngəzur dəhlizini yubadırdılar? Düşünürdülər ki, Paşinyanı dəyişərik. Paşinyanı dəyişəndən sonra bizim adam iş başında olandan sonra biz buranı açaq. Paşinyanın zamanında açmayaq ki, bu açılım olandan sonra Azərbaycanla, Türkiyə ilə, Ermənistan açılım olandan sonra sosial vəziyyət yaxşılaşacaqdır. Paşinyan da yaxası əlimizdən çıxacaqdır. Bu planları suya düşəndən sonra artıq, indi başlayıblar artıq yenidən o müddəyə qayıdırlar. Səmimi deyirlər demək istəyirəm yəni bu məsələdə. Ona görə bu məsələdə yenə iki tərəfli danışıqlara üstünlük verilməlidir. Və burada bəzi məqamlarına hörmətli Arşan bəy toxundu. Üstə gəl bir məsələdə mən istəyirəm ki, əlavə eləyək ki, o sülh müqaviləsinə bağlı olaraq bir məqamda unudulmamalıdır. Türkiyə, Azərbaycan artıq xarici siyasətini ortaq olaraq irəli aparırlar və bütün məsələlərdə artıq vahid davranırlar. Bəxtiyar Paşanın dediyi kimi hələ o biraz da irəli gedilməsindən qoydu ki, bir millət, iki dövlət, bir ordu. Hətta ordumuz da bir yerdədir. Xarici siyasətimiz çoxdan bir yerdədir. Ermənistan konstitusiyasında Qərbi Ermənistan əraziləri deyilən ifadə vardı ki, Türkiyənin 6 ərazisini nəzərdə tuturlar orada. Paşinyan bunu inkar edir yeri gəlmiş. İnkar eləməklə deyil ki, onlar xüsusi bir dövlət hakimiyyət qurubdular, mühazirə hakimiyyətləri vardı. Trabzonun hələ bir hissəsini istəyirlər, o 6-sının əlavə. Bu real faktdır burada. Ona görə mən hesab edirəm ki, biz o müqaviləni hazırlayanda, necə ki, Türkiyə bizim haqqımızı hər anda, hər yerdə fikrimizi nəzərə alaraq ortaya bir tövr qoyursa, biz də Türkiyənin bütün istəklərini nəzərə alaraq ortaya tövr qoymalıyıq. O da oraya əlavə olmalı. Ona görə Zaxarovanın fikrə gəlib qayıtmaq istəyirəm ki, gerçəkdən səmimidirsə, Amerikanlar başqaları deyirlər ki, ikiz oturun danışın. Nə qərar gəlməz biz sayıqlayaq. Bu isə deyir ki, biz üçümüz mütləq oturub danışmalıyıq. Sənə nə dəxli var bu məsələdə? Əsasın gətirirlər ki, yəni üçlü müqavilə olub da. Başa düşdük, amma niyə icra eləməyib onda? 20-ci ildə olubdur və icra eləməyib. Bu başqa bir sualdır. Bu arada Ermənistan tərəfi bir neçə gün bundan qabağa kimi elə davamlı olaraq günlərlə Azərbaycan mövqelərini atəşə tutdu. Belə qərəzli və anlaşılmayan bir yanaşma var. Bir tərəfdən danışıqda sülh istəyirik, tez müqaviləni bağlayaq deyirlər. O tərəfdən atəş açılır mövqelərimiz, atəşə tutulur və Ermənistan tərəfdən belə bir açıqlama gəlmişdi. Təəssüf ki, adı yadımda deyil, amma rəsmilərdən biri dedi ki, bu atəşkəsə birgə nəzarətlə bağlı mexanizm hazırlansın və s. və ilaxır. O vaxt Paşinyanın da belə bir çıxışı var idi. Konkret olaraq bu balanssızlığı necə izah edə bilərik? Danışıqla əməldəki balanssızlıqdan söhbət gedir. Mən icazə versəydiniz, ondan əvvəl o yolla bağlı bir qısa bir buyurun. Toxunardım. Məsələn, o İrandan keçmək məsələsi ki, deyil. Ora heç vaxt Zəngəzura alternativ olmayacaqdır. Nəyə görə? Birinci, bizim öz istəklərimizin içərisindən də siyasi istəklər vardı. TDT-nin. Üstəlik də İran sanksiyalara məruz qalmış bir dövlət kimi o yük daşımalar İrana görə İrandan yükü buraxmayacaq dövlətlər ki vardı, o Azərbaycana da zərər edəcəkdir. Çünki o xəttəki buraxmırlar. Faktiki olaraq bir neçə xətt vardı. İsrail təşkil etdiyi Davud xətti vardı. Türkiyənin təşrif etdiyi İraqdan keçən yol vardı. Və İran özündən gəlib Ermənistan keçən bir yol vardı. Amma Husilərlə ki, məsələlər ki, Afrika burnunda problemlər yaradıbdır. Ən təhlükəsiz yol bu Zəngəzur yoldur. Qərbində mən bəyinlə də razılaşıram ki, marağı var ki, bu yol işləyilsin. Nə sanksiyalara məruz qalan dövlətləri Orta Asiyadan gəlib bizdən keçib gedir Avropaya, nə də ki, İran məsələsi olmur. Mən buna bir qısaca istədim toxunum. Yəni, bu məsələdə əslində
bəziləri Qərb istəmir deyə bəzən ifadələr işlədirlər. Belə deyil. Qərb bu yolun açılmasında maraqlı. Bilmənə şəkildə maraqlı. Ermənistanla bağlı o atışmalarla bağlı olan. Bu deyək ki, ürək bulandırıcı məsələ olsa da daimi xarakterdə olacaq və inkişaf edəcək bir məsələ deyil. Bunun iki məsələ vardır. Bir, ya Ermənistanın nəzarətində olmayan, Paşinyanın olmayan qüvvələr bununla məşğul olmalıdır. Bir ara bir terror təşkilatı atəşəsi pozmuşdu. Yerkrapa. Bir axmaq dadları var demək olur. Onlar da sonra məsuliyyətə cəlb elədilər. Tutulub edənlər oldu, amma 90-cı illərdə bir yerdə döyüşürdülər. Sonra Petrosyan məşhur çıxışında onlarla bir görüşdə də iştirak eləməyə qardaşlar deyildi. Dövlətin bir qanadıdır. Pul özləri verirlər. Yəni bu cür məsələləri eləcəklər. Burada daha çox məsələ Paşinyanın daxili ictimai rəyə işləməsi, oynaması, müəyyən qədər presliklər var deməsi və həm də Azərbaycan tərəfdən imdad istəməsi, mənə şərait yaradın, biraz mənə nəfəslik verin ki, bəzi məsələləri, addımları gec ata bilim deyə bir şeylər vardı. Mən hesab eləmirəm ki, bu indi deyirlər, bu daimi bir şeyə çevrilə bilər. Ya orada öz başına bir o hərbçi çıxıb daş atır bizə, ya söyüş döyür, ya orada nə bilim bir şey. Bunlar ciddi bir konfliktə gətirib çıxarır. Yox, mən həm də daha doğrusu söhbəti ona gətirmək istirdim ki, bu Ermənistan nümayəndələri Hindistandadır və orada aydındır, onlar nümayəndələr ayrıq deyirlər. Hindistanın investisiyalarını müzakirə edirlər Ermənistanda silah sənayesi yaratmaq baxımından. Həm də bu bir ciddi siqnal ola bilər. Mövzunu bir fərqli istiqamətə yönətmək istəyərdim. Çünki Rusiya-Ukrayna müharibəsi qlobal miqyasda elə bir münaqişədir ki, dünyanın bütün coğrafiyalarına hansı formada təsir göstərir. Mən son açıqlamalara baxıram. Məsələn, Rusiyadan bir açıqlama var. Karasin danışır bu barədə. Deyir, Riyad görüşü o qədər də məhsuldar hesab edilə bilməz. Bunun üçün gərək uzun müddətli görüşlər keçirilsin Birləşmiş Ştatlarla Amerika, daha doğrusu Rusiya arasında. Digər tərəfdən də Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun açıqlaması var. Deyir, Avropa ölkələri sülh istəmir. Əgər sülh istəsəydilər, sanksiyaları ləğv etmək barədə bir müzakirələri olardı. Əksinə deyir, sanksiyaları Rusiyaya qarşı artırırlar. Ümumiyyətlə, hazırda Rusiya-Ukrayna münaqişəsi ilə bağlı qlobal miqyasda hansı proseslər baş verir, nəticəyə təsir edəcək proseslərdən söhbət gedir? Əslində o Trump əvvəlki bir başladı fərqli davranışlara, cəmiyyəti çaşdırdı. O zaman da mən düşünürdüm ki, burada da elə söhbətimiz olmuş ki, o tacayaq bir siyasət yürüdü. İranı vurmaq, Rusiyanı zəiflətmək, Çini də inkişafın qarşısını almaq. Bu arada o Rusiyanı istəyir ki, bir arada sakitləşdirsin, qoysun qıraqda, başqa işlərini görə bilsin. Amma artıq son zamanlar görəndə ki, Rusiya açıq-aydın danışıqlardan qaçır, sülh istəmir. Biraz Trump'ın da artıq danışıq tövrü dəyişibdir. Biraz sərt danışmağa başlayıbdır və nə baş verdiyini anlayıblar. Əslində o proseslərin elə getməsi xeyirli oldu. Birinci, Avropa özü Ukrayna bir yerdə Amerikasız nə eləmək olar reseptini ortaya qoydu və demək olar ki, onu da həll elədi. İkinci bir tərəfdən... Necə həll elədi? Sanksiyalarla? Yox. Ukraynanın, deyək ki, Amerika iştirak etməyəcəksə, kömək dəstək verməyəcəksə, artıq Avropa özünü göstərdi ki, biz bütün hallarda, bütün imkanlarımızla Ukraynanın yanında, hətta Amerika məsələlərdən çəkilsə, o mənada bir aydınlıq gəldi məsələyə. Ukrayna tək qalmayacaq. Yəni, təkcə Amerika onu müdafiə elədi. İkinci bir tərəfdən, Amerikadan təhlükəsizlik təminatı istəyirdilər. Təhlükəsizlik təminatı bir ayrıca sənəd halında yox, yeraltı sərvətlərin müqaviləsi ilə həll olunma məsələsi vardı. Əvvəllər Ukrayna deyirdi ki, ayrıca bir sənəd olsun, artıq onu demir Ukrayna. Çox rahat şəkildə danışır ki, biz hər formada bir format tapıb, İstəyirik ki, bir bu sülh müqaviləsini bağlayaq, heç bir başqa güzəştlərimiz də olmayacaqdır və s. Üstəlik də özünün daxili imkanlarıyla, bugün 1000 kilometrdən vuran raketlər istehsal edirlər artıq, dronlar istehsal edirlər. Yəni, əslində 3 günə Kiyevi tutacam deyən bir dövlət, 3 ildən sonra öz ərazisini, Kurskunu təmizləməyə qələbə kimi təqdim edir. Amma baxmayaraq ki, Kurskdan çıxan qüvvələr də artıq 5 nəfər nə qədər Ukraynalı artıq Belqorod istiqamətində daxil olubdur və artıq Kurskdakı qüvvələri Ruslar təzədən Belqoroda gətirmək istəyirlər. Onlar Donetsk aparmaq istəyirdilər. Yəni, məsələlər artıq bu formadakı dəyişir. Göründüyü qədər bu sülh müqaviləsi şeyi ən azı atəşkəs məsələsi söhbəti var idi. Baş tutmayacaqdı yaxın zamanlarda, bir mənalı şəkildə. Və artıq Rusiya təkliflər qoydu. Birinci əliyat görüşündən sonra razılaşmışdılar ki, enerji qaynaqları vurulmasın. Qara dənizdə də məsələlər, o atəşkəs məsələsi həll olunsun. Amma biraz keçəndən sonra Rusiya şərt qoydu. Sanksiyalar götürülərsə biz bunları eləyərik.
Onda Amerikanlar baxdılar ki, bunlar yalan danışmaqda, davamlı olaraq yalan danışmaqda, imzalarını hörmət eləməyən, qeyri-ciddi, proqnozlaşdırılmayan tərəfdir. Birmənalı şəkildə artıq Ukraynanın mövqelərindən çıxışını başladı. Zaten Ukraynanın deyirləri, kəşfiyyat məlumatlarını verməyəcəkdilər, silahların verilməsi dayandırılmadı. Bir gün də dayandırılmamışdı. Artıq o silahlar da verilməkdə davam edir, kəşfiyyat məlumatları da verilir. Sadəcə nəbz yoxlayırdı. Sadəcə nəbz yoxlayırdı. Və Ukraynada həm Vaşinqtonda göstərdi ki, mənə heç kim dəstək verməsə də xalq olaraq döyüşəcəm. Mən media bir fikir demişdim ki, Ukrayna ordusu, xalqı bir yerdə bulaq kimidir. Bir yerdən basarsan, başqa yerdə gedib çıxacaqdır. Kursk'da bastılar, getdi Belgoraddan çıxdı. Ərazilərini güzəşdirəməyəcəklər. Bunu Amerika xalqı, Trump da gördü. Trump əvvəl Zelenski üstə Vaşinqtona getməyini baxmayaraq sonra dedi. Zelenski yaxşı falandı, Ukrayna xalqı döyüşən xalqdır. Onların haqlı olduğunu görəndən sonra artıq NATO'nun baş katibi dünənləri Rusiyanın ünvanına çox sərt bir ifadə işlədi ki, əgər sən Polşaya qarşı bir şey eləyərsənsə, məhv edici cavablar alansan. Artıq Rusiyanı məhv etməklə təhdid edirlər. Yəni ona görə mən hesab edirəm ki, Rusiya daxilində məsələlər də dəyişəcəkdir. Zelenskinin ifadə işlətməsi ki, Putin yaxın zamanlarda öləcəkdir falan da, mən hesab edirəm təsadüf ifadə deyil. Əvvəllər Rusiya tərəfindən Zelenskinin ünvanına belə bir ifadə işlənirdi. Trump hakimiyyəti gələndə ki, əgər orada hakimiyyət dəyişməsə, yeni prezident seçkisi olmasa, Ukrayna xalqı Zelenskini öldürə bilər. Belə ifadə vardı, xatırlayırsınızsa. İndi artıq cavabı qaytarıb da ona bumerang kimi ki, sənin xalqın səni artıq öldürə bilər. Çünki hər hadisədən sonra Moskvada, Rusiya ərazilərində fərqli məsələlər. Ona görə mən hesab edirəm ki, gedişat Rusiyanın xeyrinə dəyişməyəcəkdir. Əksinə, bir qısa müddətdən sonra Trump, Amerika administrasiyası ümumiyyətlə, mən bunu əvvəl də deyirdim, mənə biraz qəribə baxırdılar, bəlkə çox riskli proqnozdur. Hətta Biden administrasiyası vermədiyi çox ciddi töhfələri Ukrayna cəbhəsində Ukraynaya verəcək. Avropa ölkələrinin Amerika ilə müqayisədə hərbi arsenalı o qədər yüksək səviyyədə deyil, amma Paris samitində Macron qeyd elədi ki, Böyük Britaniyanın, bir də Fransanın hərbçi mütəxəssisləri Ukraynaya göndərilir. Onlar gedəcəklər, ordu quruculuğu, nə bilim, ən müasir yanaşmaları müharibənin gedişatında Ukraynada tətbiq eləyəcəklər. Burada Birləşmiş Ştatların reaksiyası maraqlıdır. Hansı formada sözlə və ya əməllə reaksiya verəcək Britaniya və Fransa yanaşmasına? Açıq və mən tamamilə razılaşıram. Birinci, bu Amerika kimi davrandığı dünənə qədər 2% ümumi məhsulun 2%-ni belə vermirdilər. İndi artıq 3,5%-ni vermək haqqında dünən Rusiya ilə danışıqlarda razılaşdılar. Bu məsələnin bir tərəfidir. İkinci bir tərəfdən Amerika bu gedişinə həm Avropanı silkələdi, həm də yenə də silahın satır. Yəni, həm də daxil auditoriya işlədi. Nə dedi? Məsələn, o deyir ki, Ukrayna dünənə qədər mənə yük idi. Mən 350 milyardı verirdim. Bugün isə onun hərbi sənaye kompleksi işləyəcəkdir. Avropalar pulla Amerikadan alıb verəcəkdilər. Yəni, özü vermir, Avropanın pulunu alır, o Ukraynaya silahı verir. Yəni, Ukrayna üçün fərqi yoxdur. Silahı kim ona verir? O silahını alacaqdır. Qaldı Ukrayna ərazisinə Fransız və İngiltərənin daxil olma məsələsi ki, mütəxəssislər gedəcək, həm monitorinq məsələsini nəzərdə tuturlar, həm mütəxəssislərin hazırlanmasını nəzərdə tuturlar. Onu əvvəl bir xatırlayırsınız, Macron bir dəfə çağırış eləmişdi ki, hələ Trump təzə hakimiyyətə gələndə, biz Ukraynaya silahlı qüvvələr, insani yardım verməyə hazırıq. O zaman Trump'ın reaksiyası oldu. O belə bir fikir dedi. Biz Amerikanlar orada silahlı qüvvələr verməyəcəyik, amma Macron'un da fikrini biz hörmətlə yanaşırıq. Yəni o nə dedi? Mən vermirəm, adam göndərmirəm, siz gedin, mən də sizi alqışlayıram. O zamandan bunun reaksiyası var idi. Yəni o reaksiya dəyişmirdi və açığı da İngiltərənin bir qərar verəndə Amerikası qərar verdiyini düşünməkdə sadəlövlüdür. Yəni Anglo-Saksların atozu olan İngiltərə bilməli şəkildə Amerikanın hər şeyi razılaşdırırlar və əslində bu Heartland hissəsində daha çox Avrasiya hissəsində məsələləri ingilislər həll edirlər, xüsusən Türk zolağında. Qalan hissələrdə Amerikanlar hissələr. Biraz da iş bölübdülər. Nə edirlər? İngilislərlə yaxınlaşmayanlar Amerikanlar işləyirlər, onlarla yaxınlaşmayanlar digərləri işləyirlər. Ona görə mən hesab edirəm ki, o məsələlərdə də Ukrayna məsələsinə, daxilinə silah vermək, yəni müşahidəsiz aparmaq falan, Trump nəinki etiraz eləməyəcəkdir, əlavə olaraqdan onlara bu məsələdə dəstək verəcək. Bu arada Vladimir Putinin bir yanaşması var. Qeyd elədi ki, Ukraynada prezident, hökumət legitim deyil, müvəqqəti hökumət yaradılmalıdır və biz onlarla danışmalıyıq. Çünki legitim olmadığına görə
mən məsələn Zelenskinin açıqlamalarına, onunla müəyyən razılaşmalara inanmıram. Yəni onların buna əməl edəcəyinə inanmıram. İndi baxıram, Avropadan da bir açıqlama gəlib. Avropa Komissiyasının mətbuat katibi vurğulayıb ki, Zelenski demokratik yolla seçilib və Ukrayna xalqı seçkilər tələb etmirsə, başqa heç kim seçkilərin keçirilməsini tələb etməməlidir. Doğru. Bu Putin əvvəl deyirdi ki, Zelenski ümumiyyətlə danışmaq istəmir, bu legitim deyil falan və seçki olmalıdır başqa bir hakimiyyətdən və yaxud da indi onu əvəz edəcək başqasından danışsın. İndi bugün dünən başqa bir ifadə işlətdi. O dedi ki, bu hakimiyyət danışmaq istəmirik. Ukraynanı beynəlxalq idarə etməyə verin. Bu cür ifadə işlətdi artıq. Beynəlxalq idarə etməyə. Yəni ümumiyyətlə Ukraynalı bir hakimiyyət yox, bir beynəlxalq qurum buranı idarə edəcək. Bu adam indi ağzıma biraz da fərqli sözlər gəlmişdi. Efirdə demirəm. Bu adam başa düşmür ki, sən birinci özündən durmusan, xüsusi əməliyyat keçirir. Sən başqa ölkənin ərazisində nə xüsusi əməliyyat keçirə bilərsən? Denasifikasiya və yaxud da hakimiyyəti dəyişmək, silahsızlaşdırmaq yolundan məsələ. Bugün bir ölkə, hər hansı bir ölkə, Polşa deyə bilərmi ki, Rusiyada mən gəlib xüsusi əməliyyat keçirməyə? Sən xüsusi əməliyyatı öz ərazində, öz ölkəndə keçirə bilərsən. Bugün də yenə başqa ölkə haqqında, xalq haqqında danışır ki, bunun idarə etməsi beynəlxalq qurumlar götürsün üzərindən. Burada ümumiyyətlə Ukrayna xalqının seçdiyi adamlardan söhbət getmir. Nəinki Zelenskini tanımır. Başqasını da seçib gətirməyin. Beynəlxalq idarə etmədə olsun. Dünənləri verdiyi bu ifadə budur. Amma artıq cavablar verilibdir. Təbii ki, Ukrayna xalqının iradəsini biz gördük. Yaxşı oldu bəlkə biraz da bayaq indi Arzuxan bəy dedi, hər pisin içində bir yaxşı vardı. O Trumpın orada Zelenskiyə baskısından sonra reyting xeyli dərəcədə qalxdı və Zelenskinin əleyhdarları da hətta ona ifadə müdafiə eləməyə başladı. Mən Vaşinqtonda Ukrayna xalqının şərəfini qoruyurdum və onu təmsil edirdim. Mən o cür danışmalıydım. Belə də ifadə işlətdi. Trump da sayğıyla yanaşdı. Trumpda biraz elə o hərəkətləri var ki, xoşu gəlir danışanlarda. Ukrayna xalqı artıq bir hissəsi deyək ki, bəlkə Zelenskidən bezmişdi, çəkilirdi, başqasını istəyirdi ya doğru deyir bəy, o əleyhdarlar ya alternativlər istəyirlər ki, hakimiyyət dəyişikliyi olsun, seçki olsun. Onlar belə artıq birmənalı şəkildə Zelenski ətrafında birləşdilər. Bu Ukrayna xalqının iradəsi həm də Avropanın elə davranması gətirib səbəb oldu. Və elə o iradədə bu cür ki toparlandılar, Putin ona məcbur elədi ki, yeni seçki yox, beynəlxalq idarə etmə verilsin. Yəni yeni seçkidə belə Zelenskidən yenidən qalib gəlmə ehtimalını da nəzərə alır adam. Maraqlıdır. Buna Radada bu məsələni müzakirə elədi. Bəli. Onunla bağlı artıq mövqe də bildirdilər.